İxtisas seçimi ilə bağlı mifik suallar. Birinci hissəyə xoş gəldiniz. Ağabey sualları ver gəlsin. Müəllim, sizcə bu il ballar qalxa bilər? Balların qalxması uşaqların yığdığı nəticələrdən asılıdır. Yəni uşaqların yığdığı baldan asılıdır. Uşaqlar yaxşı nəticə göstərərsə, ballar qalxa bilər. Plan sayı azaldılarsa, ballar qalxa bilər. Dövlət İmtahan Mərkəzi balları niyə qaldırır və yaxud endirir? No, belə bir şey yoxdur. Ümumiyyətlə Dövlət İmtahan Mərkəzi nə balı qaldırmır, nə də balı endirmir. Bir daha təkrarlayıram. Bu yalnız və yalnız uşaqların yığdığı nəticədən asılı olaraq dəyişir. Ya ballar qalxar, ya stabil qalar, ya da ballar enər. Müəllim, ixtisas seçimini ilk gün etsəm, qəbul olma şansım daha çox olar və yaxud son gün etsəm, qəbul olma şansım azalarmı? Deməli, cavan oğlan xalq arasında, el arasında belə bir mifik əfsanə dolaşır ki, güya ixtisas seçimini seçimin əvvəllərində etmək və yaxud ilk günlərində etmək sənin qəbul olmağına daha çox şans yaradır və yaxud səni qəbul edirlər, sonlarında eləyəni qəbul eləmirlər ya da onlar gec qəbul. Belə bir şey yoxdur. İxtisas seçimi başa çatandan sonra elektron şəkildə nəticələr bir neçə günə emal olunur. Yəni əvvəl də etsən, ortası da etsən, sonunda da etsən, tez qəbul olmamağına aidiyyatı yoxdur. Narahat olmayın, istənilən günü edə bilərsiniz. Kimsə məndən əvvəl yazıb, balı da məndən aşağıdır. O birinci yazdığı üçün qəbul olur, yoxsa mən? Qəti şəkildə belə bir şey yoxdur. Sıralama balın aşağı yuxarı olub olmamasına görə dəyişir. Məsələn, 300, 290, 280, 150, yəni bu şəkildə, piramida şəklində dəyişir. Kimsə balı məndən aşağıdır, amma məndən öncə yazıb deyə o qəbul olur, mən qəbul olmuram, belə bir şey yoxdur. Ballarımı ixtisas seçimindən sonra insanlar yoxlayacaq, yoxsa hamısı elektron şəkildə olacaq? No, qəti şəkildə bir daha təkrarlayıram. Yəni Dövlət İmtahan Mərkəzini düşünün. Deyək ki, 100, 150, 200, hətta 500 işçisi var. Bu 500 işçinin deyək ki, bir 100 nəfərini ayırıblar ki, sən ixtisas seçimini balları baxacaqsan, yoxlayacaqsan, filan kəsə filan yerə, filan kəsə filan yerə nə edəcəksən, qəbul edəcəksən, qoşarsan, düzəlsən, belə eləyəsən. Səncə 3-4 günə ballar çıxır. 50 bin, 70 bin, 80 bin adam ixtisas seçimi edir. Bu qədər kütləni 3-4 gün içində o universitetə getsin, bura getsin, ora getsin, belə bir şey mümkündürmü? Qəti şəkildə mümkün deyil. Bütün nəticələr hamısı elektron və avtomatik şəkildə emal olunur. Orada heç bir insan müdaxiləsi olmur. Siz ixtisas seçimini MV Akademiya ilə Cəlil müəllimlə etmək istəyirsinizsə 055 597 0151 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu arada like edin, kanalımıza abunə olun, hətta şərh yazın, Ağabey suallarınızı cavablandıracaq.